Salam əziz izləyicilər, mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı İngilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir suala baxacağıq. Choose the line of compound nouns, mürəkkəb isimlər cərgəsini seçin. A variantına baxsaq, information sözü tion suffiksi ilə düzəlmiş düzəltmə isimdir. A variantını çıxdıq. B variantında Caesars, qayçı, sadə isimdir. B variantını çıxdıq. C variantında kingdom, dom suffiksi ilə düzəlmiş düzəltmə isimdir. C variantında çıxdıq. D variantında newspaper, qəzet, news və paper iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. B variantında contents, sadə isimdir. D variantında çıxdıq. Y variantında sewing machine, tikiş maşınıdır mənası. Sewing və machine iki müstəqil sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Policeman, polis və man sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Snowdrop, snow və drop iki müstəqil sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Düzgün cavab olur Y variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, miq, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzu haqqında test izahına baxmaq istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.